Salam, mən FES Akademinin təlimçisi və eyni zamanda Monitorinq vəsaiti kitabının müəllifi Firuzə Hüseyndir. Bugün sizə vəsaitimizin birinci sınağı olan Monitorinq sınağı 1-in Azərbaycan dilindən ilk 30 sualının izahını verəcəm. Başlayaq birinci sualdan. Bizə deyir ki, birinci və üçüncü tapşırıqlar heç bir mətnə aid deyil, onları müstəqil şəkildə cavablandırın. Bunu da xatırladım ki, bizim vəsaitimiz tamamilə imtahan tipində hazırlanmışdı. Bildiyiniz kimi 2025-ci ildə keçirilən monitorinq imtahanı əvvəlki illərdən fərqlənirdi və biz bu bütün fərqlilikləri nəzərə alaraq tam yeni imtahan tipinə uyğun şəkildə vəsaitimizi tərtib etmişik. Orada da, imtahanda da siz görə bilərsiniz ki, ilk 3 sual heç bir mətnə əsaslanmır. Eyni şəkildə bizim də sınaqlarda bu formada nizamlanmışdı. Bu kəlamın əsas ideyası hansıdır? Kəlamımız da buradadır. Bilməmək eyib deyil, öyrənməmək eyibdir. Biz birinci gəlin həmişə sualı oxumamışdan analiz eləyək. Burada nə demək istəyir? Yəni bilmirsənsə bu normaldır. Utanmağına ehtiyac yoxdur. Amma yox, öyrənməyə cəhd göstərmirsənsə, bu artıq eyibdir. Çünki insan bilməyə bilər, biz hər şeyi bilə bilmərik. Amma bilmədiyimizi öyrənməyə çalışmalıyıq. Bu kəlamın əsas ideyası, yəni bu kəlam bizə nəyi deyir? Biz artıq əslində bunun cavabını dedik. İnsan hər şeyi bilməlidirmi? Xeyr, bizə deyir ki, insan hər şeyi bilməyə bilər. Əsas olan öyrənməsidir. Səhv etmək bağışlanmazdır. Xeyr, burada səhv etməkdən danışmır. Bilməmək təbidir, lakin öyrənmək vacibdir. Əlbəttə, bizə də deyir ki, bilməmək təbidir. Yəni, ola bilər ki, biz onu bilməyək. Amma öyrənmək vacibdir. Bilməyən insanlara gülmək olar, çünki zamanında oxumalıydı. Xeyr, bizə deyir ki, bilməmək eyib deyil. Deməli, biz kimsə nəyisə bilməyəndə ona gülməli deyilik. Əksinə onu öyrətməliyik. Bir də doğru cavab C bəndidir. Aşağıdakı situasiyalardan hansında bu kəlamın mahiyyəti daha yaxşı əks olunur? Bir növ əsas ideya sualına oxşuyur. Şagird dərsi bilmədiyi üçün susur və başqalarının öyrənməsinə mane olur. Xeyr, biz əksinə başqaları öyrətməkdən danışır, mane olmaqdan danışmır. Tələbə dərsi anlamasa da kiməsə sual verməyə utanır və problemi özü həll etməyə çalışır. Dərsi anlamır. Tamam, kiməsə sual verməyə də utanır. Axı biz dedik, bilməmək eyib deyil, öyrənməmək eyibdir. Yəni, kiməsə sual verməmək yox, kiməsə əksinə soruşub öyrənmək lazımdır. Bir şagird müəllimdən çəkinmədən anlamadıq mövzunu izah etməyi xahiş edir. Bəli, elə cavab budur. Bilmir və izahını istəyir. Şagird dərsi bilmir və səhv cavab verdiyi üçün sinif yoldaşları onu tənqid edir. Bizim kəlamımızda da tənqiddən danışmırdı. Kitaranın tellərində səslənən akord musiqiyə xüsusi bir rəng qatdı. Cümləsində işlənmiş akord sözünün cümlədəki mənasını müəyyən edin. Burada ümumiyyətlə vəsaitimizdə bildiyiniz kimi imtahanda da bir sual söz boğçasından olduğu üçün biz də vəsaitimizdə mütləq 3-cü sualların hər birini söz boğçasına əsaslanan şəkildə hazırlamışıq və akord sözü də 4-cü sinifin söz boğçasında, yəni ilk mövzularda öz əksini tapmışdı. Akord nə deməkdir? Akordun mənasını bilmirsinizsə, ən azı cümlənin içərisindən biz bu mənanı çıxarda bilərik. Deməli, kitaranın tellərində səslənən akord musiqiyə deməli, musiqiyə aid bir termin seçməliyik. Onsuz da baxdım ki, hamısı musiqiyə aiddir. Onda cavablara baxıram. Musiqi alətinin tənzimlənməsi üçün istifadə olunan mexanizm xeyr. Müxtəlif notların eyni anda səslənməsindən yaranan musiqi ahəngidir. Baxın, akord sözünün mənası, izahı müxtəlif notların eyni anda səslənməsindən yaranan musiqi ahəngidir. Ona görə də cavab B bəndidir. Müğənnilərə ehtiyac yoxdur. Heç bura baxsaq, biz kitaranın telindən danışırıqsa, geyim söhbətinin yeri yoxdur. Musiqi əsərinin başlanğıc hissəsindən də danışmır. Bizdə, kitaranın tellərini biz eyni anda basanda hansı ki, müəyyən bir ahəng yaranır. Bizə də bunu çatdırmaq istəyir. 4-dən 12-yə qədər suallar isə mətnə əsaslanır, birinci mətnə və keçən ilki imtahanda artıq yeni tip şəkilli mətnlərə üstünlük verilmişdi ki, bizim vəsaitdə də yenə ilk mətnlər şəkilli mətnlərdir. Mətnin daxilində şəkil verilir və həmin şəkildə 2 əşya mı, 2 heyvan mı fərqi yoxdur. Müqayisəsi şəkildə göstərilir və onunla bağlı da suallar var.
Sualımız belədir. Buzlaqlar dövrünün nəhəngləri mətnimizin adıdır. Mətnimizi oxuyaq. Mamutlar və ya elmi adı ilə mamutlar təxminən 5 milyon il əvvəl meydana gəlmiş və sonuncusu 4 min əvvəl nəsli tükənmiş filə bənzər nəhəng məməlidirlər. Onlar əsasən Pleistosen dövründə, yəni buz dövründə yaşamış və daha çox Şimali Amerika, Avrasiya və Afrikanın bəzi bölgələrində geniş yayılmışdır. Ən məşhur növlərindən biri şimal mamontu və ya yunlu mamont hesab olunur. Mamutların xarakterik xüsusiyyəti uzun, əyri fil dişi dişləri və bədənlərini soyuqdan qoruyan qalın yun təbəqəsi idi. Onların uzunluğu 4 metr, çəkisi isə 6-8 tonadək olurdu. Bu nəhəng heyvanlar ot yeyən idilər və əsasən otlaq sahələrində ot, mamır və çayır bitkiləri ilə qidalanırdılar. Bu canlılar sürülərlə yaşayır və sosial quruluşa malik idilər. Ən çox öyrənilən və tapıntılarda sübut edilən növ Sibir yunlu mamontudur. Bu bölgədə buzlaqlar altında qalmış və yaxşı qorunmuş çox sayda mamont cəsədi tapılıb. Hətta bəzilərində yumşaq toxumalar və qan izləri qorunub qaldığı üçün müasir dövrdə onların klonlanması və yenidən dirildilməsi məsələsi elm adamlarının diqqətini cəlb edir. Mamutların nəsli tükənməsinin səbəbləri hələ də dəqiq məlum deyil. Ən çox qəbul edilən nəzəriyyələrdən biri iqlim dəyişikliyi və insanoğlunun artması ilə bağlıdır. Buz dövrünün sonuna yaxın iqlim istiləşməyə başlayıb və bu onların əsas yaşayış mühitlərinin yox olmasına səbəb olub. Eyni zamanda insanlar silah və ov üsullarını təkmilləşdirdikcə bu nəhəng heyvanların ovlanması asanlaşdı. Buz dövrü sona çatanda havalar isinməyə başladı, böyük buzlaqlar əridi və mamutların yaşadığı mühit dəyişdi. Qida mənbələri azaldıqca onların çoxalması da sürətlə azalmağa başladı. Sonuncu yunlu mamont sürüləri isə təxminən 4 min il əvvəl Sibirin Vrangel adalarında yaşamışdır. Bu onların son izlərindən biri kimi qəbul edilir. Bu gün mamutlar təkcə tarix və biologiya üçün deyil, həm də genetik mühəndislik, ətraf mühit dəyişiklikləri və nəsli tükənmiş növlərin bərpası baxımından maraqlı və aktual tədqiqat obyektinə çevrilib. Tədqiqat sözü araşdırma deməkdir. Mətnimiz belədir. Mamutlar haqqında maraqlı məlumatlar öyrəndik. Ümumiyyətlə, kitabda elə mətnlərdən istifadə olunub ki, bunlar həm həcmcə böyükdür. Böyük olma səbəbi odur ki, keçən ilki imtahanda hardasa 2 vərəqdən də artıq, 2 səhifədən də artıq ölçüdə bir mətn salındı və şagirdlər bu tip mətnlərə alışıq olmadığı üçün çoxsu deyərdim ki, mətni oxumadılar. Bu səbəbdən də şagirdlərin Azərbaycan dili nəticələri riyaziyyata nəzərən belə deyək, aşağı gəlmişdi. Və biz bu problemi aradan qaldırmaq üçün mətnlərin səviyyəsini keçən ilki imtahana uyğun tipdə etmişik ki, artıq şagirdlər bu tipli mətnlərə də öyrəşsinlər və mətnlər bir o qədər də maraqlıdır, oxuduqca yeni məlumatlar da əldə edərək dünya görüşlərini də artırmış olacaqlar. 4-cü sualımıza baxırıq. Aşağıdakılardan hansı fikir mətnin məzmununa tam uyğundur? Mamutların hamısı deyir, eyni dövrdə və ani şəkildə yox olmuşdu. Yer kürəsində birdən-birə izlərinə rast gəlinməz olmuşdu. Xeyr, bizə də bildirir ki, mətndə bu mamutların nəslinin tükənməsinin səbəbləri hələ də dəqiq deyil. İqlim dəyişikliyi ola bilər, insan ovu ola bilər, yəni iqlim istiləşməsi ola bilər. Bunlar yəni birdən-birə olmayıb. Təxminən 4 min il əvvəl yaşayıblarsa, yəni bu proses birdən-birə baş verməyib. Zamanla baş verib. Ona görə də birdən-birə yox olması fikri səhvdir. Sibirin Vrangel adasında tapılan son mamutların yaşadığı dövr bu heyvanların nəslinin təxminən 4 min əvvəl də davam etdiyini göstərir. Cavabımız olacaq B bəndi. Çünki baxın, bizə deyir ki, sonuncu yunlu mamont sürüləri isə təxminən 4 min il əvvəl Sibirin Vrangel adasında yaşamışdır. Bu onların son izlərindən biri kimi qəbul edilir. Deməli 4000 il əvvələ əsaslanır, davam etdiyini göstərir. Ona görə cavab B-dir. C-də deyir ki, mətnə əsasən Vrangel adasında indi də bəzi mamont sürülərinin yaşadığı düşünülür. Xeyr, əvvəl Vrangeldə biz dedik ki, sonuncu nümayəndə son izlərindən biri kimi qəbul edilirsə, artıq bunlar yoxdurlar. Yazıda qeyd olunur ki, mamutlar əsasən isti və rütubətli tropik meşələrdə yayılmış və orada uyğun qida və iqlim şəraiti tapmışlar. Xeyr, isti və rütubətli yox, əksinə havaların isti
istiləşməsinə görə onların nəsli kəsilmişdir. Çünki biz mətndə də dedik ki, onlar buz dövrünə uyğundurlar. Mətndə hansı suala cavab yoxdur? Mamutlar hansı dövrlərdə yaşayıb? Biz dedik buz dövründə yaşayıb və nəsli nə zaman tükənib? Təxminən dedik 4000 il əvvələ əsaslanır. Mamutlar hansı xüsusiyyətlərə sahibdir və necə mühitlərdə yaşayır? Mamutlar soyuğa, belə deyək, uyğunlaşmış şəraitdə yaşayırlar, istiyə dözümlü deyirlər. Onların xüsusiyyətləri də mətndə öz əksini tapıb quruluşları ilə bağlı. Mamutların soylarının bərpası üçün hansı texnologiyalardan istifadə edilir və konkret hansı elmi layihələr, konkret aparılan elmi layihələr bizə məlum deyil. Sadəcə bizə deyir ki, onların qalan qanlarından, mətnin o hissəsini biz oxuduq sizinlə. Mətndə bizə deyir ki, bəzilərində yumşaq toxumalar və qan izləri qorunub qaldığı üçün müasir dövrdə onların klonlanması və yenidən dirildilməsi məsələsi elm adamlarının diqqətini cəlb edir. Bizə demir ki, bunlardan mütləq istifadə edirlər, yenidən dirildirlər. Sadəcə onların diqqətini cəlb etdiyini bilirik. Ona görə də elə cavabımız olacaq C bəndi. Yəni bunun cavabı yoxdur. Mamutların nəsli niyə tükənib? İnsanovunun artmasına görə, iqlim şəraitinin dəyişməsinə görə və bu prosesə də təsir edən amilləri sadaladıq. Ümumiyyətlə, mətni oxuyanda əgər oxuyub anlamada problem yaşayırsınızsa, mütləq hər sualın, baxın, mən oxuduqca cavabını açıram mətndə sizə göstərirəm. Yadda saxlayın ki, hər sualın mütləq ki, cavabı mətndə var. Ona görə də mütləq oxuduğunuz sualın gedin cavabı mətndən tapın. Varianta uyğun fikri mətndən tapın ki, səhviniz çıxmasın. Bunlardan biri mamutları təhlükəyə atacaq səbəblərdən deyil. Mamutların sürətli şəkildə çoxalması və onların nəslinin davamlılığını təmin edə bilmir. Elə səhvimiz budur. Nəsli çoxalırsa, bu əksinə artmalıdır axı, nəsli tükənməli deyil. Yəni, onların sayı azalanda nəsli tükənmiş olur, sayı artanda yox. Ona görə də elə səbəbimiz A'dır. İqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi, bəli, yəni havalar istiləşdikcə buzlaqlar əriyirdi və bu da onların yaşama yerinin yox olması idi ki, özlərinin də yox olmasına gətirib çıxaran səbəblərdəndir. İnsanların ov alətlərinin təkmilləşdirilməsi və mamutlara qarşı daha effektiv ov üsullarının meydana çıxması onların sayını azaldıb. Bəli, biz dedik ki, yəni insan ovu da onların belə deyək, sayının azalmasına gətirib çıxardan səbəblərdəndir. Buz dövrünün sonuna yaxın iqlim istiləşməyə başlayıb. Bu da elə bir növ B bəndindəki cavabdır ki, onların yaşayış yerinin yox olmasına gətirib çıxarmışdı. 7-ci sualla davam edirik. Verilən fikirlərdən biri mamuta aid deyil. Mamutlar bədənlərini soyuq iqlimdən qorumaq üçün qalın yun təbəqəsinə sahib idilər və bu onların buz dövründə yaşamasına imkan verirdi. Bəli, mətnimizdə də vermişdi ki, onların yunu çox qalın idi ki, soyuğa dözümlü idilər. Ona görə bu doğrudur. Mamutlar əsasən 20-ci əsrin əvvəllərində cəngəlliklərdə ovçular tərəfindən ovlanmış müasir məməlilər hesab olunur. Sizcə nəsli hardasa 4000 il əvvəl tükənən bir canlı necə gəlib müasir məməli hesab oluna bilər? Müasir canlı son illər mövcud olan canlılardır. Axı bunun 4000 il əvvəl bilirsiniz nədir? Məsələn, indi 2025-ci ildir. Mən tutalım ki, bundan 4000-ə çıxsam, məlum məsələdir ki, bu artıq 20-ci əsr alınmayacaq. Çünki adi məsələn, riyaziyyatla inteqrasiya olunmuş sualımız da var. Gördüyünüz kimi 2025-dən məsələn 4000-ə çıxanda bu mümkün bir şey deyil də. Yəni biz gedib çıxacağıq eramızdan əvvələ. Ona görə də yəni mənfilərə düşürük və bu bizə eradan əvvəl, hansı ki birdən başlayan yox, birdən əvvəlki tarix aparır və o səbəbdən də biz deyə bilmərik ki, bu 20-ci əsrə aid bir şeydir. Yəni bunu baxan kimi görməliyik hesabımızla da ki, cavabımız B bəndidir. Buzlaqlar altında qalmış və yaxşı qorunmuş çox sayda, bəli, bu doğrudur. Çünki onların deyir də, alimlərin də marağını cəlb edib hətta qalması. Arxeoloji qazıntılar zamanı buzlaqlar altında donmuş vəziyyətdə tapılan mamut qalıqları elmi araşdırmalarda mühüm rol oynayır. Bəli, alimlərin diqqətini cəlb edirsə, deməli bunlar elmi araşdırma üçün mühüm rol oynayan mənbələrdir. Fikir tamamlama ilə bağlı da bir sualımız var. Mamutlar soyuq iqlimdə yaşaya bilirdilər. Çünki, gəlin cavabları oxumadan düşünək. Bizi belə soyuq mühitə atsalar biz çox yaşaya bilmərik. Niyə? Çünki soyuqdan donarıq.
Amma onların dərilərinin yunlu olması, onu qoruması bu artıq onların soyuqda yaşamağa imkan verirdi. Ona görə də doğru cavabımız B bəndidir. Mamutlar haqqında olan mətnin 4-cü abzasının məzmununa əsasən hansı yarımbaşlıqla adlandırmaq olar? Ümumiyyətlə, gedib keçən ilki imtahan suallarına baxsanız, yəni uyğunluğu görərsiniz ki, həqiqətən də vəsaitimiz tam olaraq imtahan tipinin əsasında hazırlanmışdı. Yəni, həm burada əvvəlki il tipində əsaslanan suallar görəcəksiniz, həm keçən ilə uyğun suallar görəcəksiniz, həm də gələcək imtahanlarda qarşımıza çıxa biləcək yeni imtahan tipləri də bu vəsaitdə öz əksini tapmışdı. Yəni, vəsaitimizi əldə etmək üçün də 055 527 25 99 nömrəsinə yaza bilərsiniz və yaxud da istənilən kitabxanadan da yaxınlaşaraq əldə edə bilərsiniz. 4-cü abzas tapaq 4 onsuz da nömrələndiyi üçün 4-cü abzas buradır. Burada nədən danışır? Nəsli tükənməsinin səbəblərindən danışır. Elə birinci cümlədən gördüm. Adlandırmaq olar deyir, baxaq mamutların nəslinin tükənmə səbəbləri. Ona görə də cavab olacaq C bəndi. 10-cu suala baxırıq. Sonuncu abzasın əsas məqsədi nədir? Sonuncu abzasımı tapıram. Sonuncu abzasda deyir ki mənə, bugün mamutlar təkcə tarix və biologiya üçün deyil, həm də genetik mühəndislik, ətraf mühit dəyişiklikləri və nəsli tükənmiş növlərin bərpası baxımından maraqlı və aktual tədqiqat obyektinə çevrilmişdir. İndi gəlin cavablarından uyğunluğunu seçək. Oxucuya mamutların fiziki quruluşu, xeyr, görünüşü haqqında danışmırdı bizə. Mamutların nəsli tükəndikdən sonra onların tarixdən silinməsi və artıq heç bir elmi maraq doğurmaması fikrinə əsaslandırmaq xeyr, əksini deyirdi bizə. Mamutlar müasir dövrdə elm üçün hansı sahələrdə əhəmiyyət daşıdığını göstərmək və onların tədqiqat obyektinə çevrildiyini vurğulamaq. Elə cavabımız C bəndidir. Çünki orada da deyir ki, həm genetik faktorlar üçün önəmlidir, eyni zamanda müasir araşdırmalarda da elmi əhəmiyyət kəsb edir. Çünki tədqiqat obyektinə, yəni araşdırma obyektinə çevrilibdir. Oxucunun mamutlarla bağlı o üsulları xeyr, ondan əvvəlki abzasdaydı. Mamutların xarici görünüşü görək, hansı abzasda öz əksini tapmışdı. Xarici görünüşün biz demişdik, baxın buradadır, əyri fil dişləri, bədənlərin soyuqdan qoruyan qalın yun təbəqəsi, uzun dişləri bu ikinci abzasdadır. Ona görə biz də cavabda seçməliyik ikinci abzası, yəni 11-ci sualda cavab olacaq B bəndi. 12-ci sualı isə imtahanda da 12-ci sualı şəklə əsaslandırmışlar. Biz də şəkil əsasında qoymuşuq. İndi gəlin görək nə deyir. Bizə deyir ki, mamutlar haqqında şəkildə verilmiş məlumatları müəyyən edin. Gedirik şəkilə, baxırıq. Siz özünüz müəyyən etməlisiniz ki, fil hansıdır, mamont hansıdır. Ən azı fili tanıyırsınız və bu da mamotdur. Mamont haqqında bizə verib əyri diş, yunlu bədən, Afrika, Asiya və Avropa, yəni yaşadığı, belə deyək də, qitələrdə öz əksini tapmışdı. Əyri diş, yunlu bədən. Gəlin gedək axtaraq cavablarda. Yunlu üst örtüyü var idi, dişlərinin əyri olması var idi. Yaşadığı planet deyil idi. Onlar ancaq qitə ola bilər. Yəni planetlərin adını tanıyırıqsa, elə bir planet yoxdur. Çünki biz onsuz da yer kürəsində yaşayırıq. Səhraya uyğunlaşması isə fildə idi. Ona görə cavab olacaq 1, 4, C bəndi. İkinci mətnimiz isə bədi mətni idi. Biz oradan oxuyub özümüzə belə deyək, nəsihətamiz bir fikir çıxartmalıyıq. Dostluğun sehirli məcarasıdır mətnimiz. Oxuyaq. Bir vaxtlar gözəl və sülh dolu Qızılqaya adlı kiçik bir kənddə Leyla və Orxan adında iki yaxın dost yaşayırdılar. Onların hər ikisi təbiəti sevər, açıq havada oynamağı, çiçəklərin ətrini hiss etməyi və quşların şirin səslərini dinləməyi çox xoşlayırdılar. Kəndin kənarında, uca dağların ətəklərində yerləşən geniş meşə onlara sonsuz macəralar və kəşflər vəd edirdi. Yaz günündə hər ikisi də erkən saatlardan yola düşər, kəndin dar küçələrindən və çayların axını olan yol boyunca meşəyə doğru gedərdilər. Bu səyahətlər zamanı onlar həyatın müxtəlif rənglərini, quşların əyləncəli oyunlarını və ağacların hündür üfüqdə necə boylandığı müşahidə edərdilər. Dostluq onlar üçün hər şeydən daha önəmli idi. Çünki hər çətinliklə üzləşdikdə bir-birlərinin dəstəyinə güvənirdilər.
Bir gün kəndə yad bir qoca gəldi. Hər kəs onun ağıllı və təcrübəli olduğunu bilirdi. O, uşaqlara qədim zamanlardan qalan sirli bir nağıl danışdı. Nağılın mövzusunda meşənin dərinliklərində sehirli bir ağacın var olduğu deyilir və bu ağac sədaqət və dostluq kimi qiymətli duyğulara cavab verənlərə möcüzəvi hədiyyələr bəxş edərmiş. Bu sözlər Leyla və Orxanın böyük marağına səbəb oldu və onlarda içdən bir istək oyanmağa başladı. Gəl, bu sehirli ağacı tapıb bizim dostluğumuzu daha da möhkəmləndirəcək möcüzəvi hədiyyəni əldə edək. Sübh tezdən günəşin ilk şüaları meşənin hüdudlarına dəyməyə başlayanda iki dost plan quraraq yola çıxdılar. Onlar meşənin sərinliyində, quşların cərəyanında və ağacların kölgəsində addımlayır, hər addımda yeni kəşflər edirdilər. Yol boyu onlar bir-birinə dəstək olar, çətinliklərlə qarşılaşdıqda bir-birlərini ruhlandırardılar. Həmişə, əgər biz birlikdə olsaq, heç bir çətinlik bizi dayandıra bilməz deyərək bir-birlərinə söz verirdilər. Meşənin dərinliklərinə doğru getdikcə yol daha da dar və dik enişdə olmağa başladı. Bir axşamüstü onlar çayın kənarında gəzərkən yolun necə çətinləşdiyini, bəzən yolların qaranlıq və maneələrlə dolu olduğunu müşahidə etdilər. Onlardan biri, biz indi bu macərada bir çox sınaqlarla üzləşəcəyik, amma dostluğumuz bizi hər zaman irəli aparacaq deyərək ümidini itirməməyə çalışdı. Bu sözlərlə hər ikisinin ürəklərinə güc və əzmkarlıq doldu. Nəhayət, dərin və sakit bir vadidə, günəşin altın sarı işıqları arasında çox uzun illər boyunca heç kəsin səhnəyə qoymadığı qəribə bir ağac gördülər. Ağacın yarpaqları qızıl rəngdə parıldayır, sanki hər yarpaq üzərində minlərlə sir saxlayırdı. Hər ikisi də dərhal ağaca yaxınlaşdılar. Ağacın altında sanki kədərli bir musiqi eşidilir, rüzgar yarpaqlar arasında sanki əsrarəngiz bir dil danışırdı. Orxan, bəlkə də o sehirli ağacdır deyə pıçıldadı. Leyla isə dərin bir nəfəs alaraq, bəlkə də bu ağac bizim dostluğumuzun nə qədər dəyərli olduğunu sübut edəcək fikrini söylədi. Ağaca yaxınlaşanda ağacın sərt qabığının və qoxusunu hiss etdilər. Ağacın yanında kiçik bir yazı daş üzərində oyulmuşdu. Yazıda belə deyirdi: Əgər ürəyində səmimiyyət və dostluğu yaşadırsansa, bu ağac sənə öz sehrini bəxş edəcək. Amma unutma, həqiqi sehir dostluqda, ehtiramda və bir-birinə olan sevgi bağında gizlidir. Bu sözləri oxuyanda hər ikisinin üzündə təbəssüm yayıldı. Onlar gün boyu keçirdikləri çətinliklərə, yaşadıkları çətin anlara və bir-birlərinə göstərdikləri sədaqətə bir daha baxdılar və anladılar ki, bu məcaranın ən böyük hədiyyəsi dostluqlarını daha da dərinləşdirmək və həyatın ən dəyərli xəzinəsini, yəni səmimi dostluğu qorumaq idi. Gördüyünüz kimi davamı da var. O gündən sonra Leyla və Orxan hər zaman bir-birinin yanında oldular. Onların macərası kənddə nəsildən nəsilə danışılan ibrətamiz və böyük ürəklərin hekayəsi kimi yadda qaldı. Hər dəfə yeni bir çətinliklə üzləşdikcə o sehirli ağacın və o gün keçirdikləri səmimi anların xatirəsi onların ruhunu canlandırır, onlara güc verirdi. 13-cü sualımız da keçən imtahan tipində qarşımıza çıxan cədvəl tipli bir sualdır. Səhvləri istəyir. Baxaq görək hansılar səhvdə, hadisələri müəyyən etməliyik, zamanlarını tapmalıyıq. Gəlin baxaq. Ağacla rastlaşmaq. Günəşin altın sarı işıqları görünəndə, baxın, bizə burada yazmışdı. Günəşin altın sarı işıqları arasında neynirlər? Ağacı görürlər. Deməli, bu doğrudur. Harada görüblər? Vadidə. Baxın, vadidə yazıb. Deməli, bu da doğrudur. 1-2 getdi. Cavab qalır elə A. Yazının oxunması. Əgər səhər vaxtı gediblərsə və ağacın yanındadılarsa, deməli, bu axşam vaxtı oxunmayıb da. Günəşin altın işıqları səhər, sübh tezdən görünür. Bu səhvdir. Çayın kənarı yox, elə ağac vadidə idi deyə vadidə görmüş olurlar. Həmişə gedin, oxuyanda tapın yerin. Altından xətt çəkin. Bilin ki, siz bu sualı artıq dəqiq düz yazmısınız. Mətndə verilmiş ifadələrdən hansı məcazi mənadadır? Leyla və Orxan yaz günündə meşəyə doğru yola çıxdılar
Bu doğru fikirdir. Yəni burada məcazilik yoxdur. Ağacın yarpaqları qızıl rəngdə parıldayır. Sanki hər yarpağın üzərində minlərlə sir saxlayırdı. Baxın, sankini onsuz da burada bəzətmək üçün istifadə ediblər. Yəni yarpağın üzərində sir saxlaya bilməz axı. Yarpağın üstündə biz necə sirri saxlayaq? O sadəcə orada bir belə deyək də şişirtmədən, bədii vasitələrdən istifadə edib ki, oxucuda maraq oyatsın. Yəni məcazdır. Onlar meşədə addımlayır. Bəli, insan da meşədə addımlaya da bilər. Ağacın həqiqətən də kölgəsi var. Ağacın yanında da musiqi eşidilə bilər. Çünki ağacın yanında musiqi səsinin gəlməsində məcazilik yoxdur. Ağacdan gəlir desəydi biz deyərdik hə. 15-ci sualda günəş dağın arxasına çəkildi. Meşəyə yavaş-yavaş səssizlik çökdü. Bax, günəş dağın arxasına nə vaxt keçir? Axşam olanda, düzdürmü? Və səssizlik nə vaxt gəlir? Deyirik həmişə gecənin səssizliyi. Yəni axşam gəlir, yaxınlaşır və təbiət gecəyə hazırlaşır. Ona görə də cavab D bəndidir. Deməli, yaşadıkları hadisələri deyir, hansılar əks etdirir. Onlar meşədəki sehirli ağacı tapmaq üçün çətin yollardan keçdilər. Bəli, qoca da demişdik ki, onsuz da bu yol sınaqlarla dolu bir yoldur. Ona görə bir doğrudur. Uşaqlar sehirli ağacdan hədiyyə olaraq qızıl almaq. Xeyr, orada qızıl yarpağı olduğunu yazır. Yəni yarpağın rəngini qızıla bənzədir. O səbəbdən də bu qızıl almaq mənasına gəlmir. Möcüzəvi hədiyyə onların dostluğu möhkəmləndirməsi idi. Dostluqlarında olan inam onları maneələrə qarşı dözümlü etdi. Bəli, dostluqlarına inanırdılar ki, bir yerdə addımlayıblar o cür çətin yolları. Meşədə qocaların qurduğu tələyə düşdülər. Xeyr, orada tələ yox idi. Sadəcə qoca onlara ağacın olduğunu bildirmişdi. Onların keçirdiyi macəra kənd əhli tərəfindən unuduldumu? Xeyr, əksinə bizə deyirdi ki, ibrətamiz bir hekayə kimi bütün insanların dilində qaldı. Cavabımız oldu 1-3 A bəndi. Uşaqlar yaşadıkları bu hadisədən sonra sizcə hansına qərar verəcəklər? Baxın, heç variantları oxumuram. Birinci özüm düşünürəm ki, belə bir mən hekayədə olsaydım obraz, mən nə qərar verərdim? Mən başa düşərdim ki, həqiqətən də dostluq önəmlidir. Mən dostluğun mahiyyətini başa düşərdim. Dostluğun gücünü başa düşərdim. Yəni, baxın, dostluqdan harada danışır C bəndində. Görürsünüz, variantları oxumayın. Birinci özünüz fikir tapın. Sonra variantlarda öz fikrinizi oxşar cavabı tapın. Çünki variantlarda demək olar bütün fikirlər doğru olur deyə bu sizdə çaşqınlıq yaradır. Dostluğun gücünü qorumağın və bir-birinə sadiq qalmağın həyatda ən vacib dəyər olduğunu anladılar. Mətnin mövzusu və ideyası. Mövzudan nədir? İdeya nədir? İdeya oradan çıxartdığımız fikirdir. Mövzu isə mətnin nədən danışdığıdır. Baxaq, görək nədən danışır. Mətndə məlum məsələdir, dostluqdan danışırdı, təbiətə qayğıdan danışmırdı. Bir dənə ağac verib deyə biz orada təbiətə qayğıdan danışmarıq və qorxu da yox idi. Cavabımız elə B bəndidir. Çünki dostlar gündə tanınardı ideyamızdır. Orada Leyla nə belə deyək, dostunu atmır, nə də dostu Leylanı atmır. İkisi də bir-birinə güvənərək o yola çıxırlar. Deməli, dostluğun vacibliyindən danışır. Dostluq bizim üçün hər şeydən daha önəmlidir fikrinin səbəbi hansı variantda doğru verilmişdir? Dostluq bizim üçün nəyə görə hər şeydən önəmlidir? Çünki onlar bir-birlərinə dəstək olmasaydılar, çətin yollara keçə bilməzdilər. Elə cavabımız A bəndidir. Meşədə yalnız dostlar bir-birinin yerinə qərar verirdi. Xeyr. Dostluq düzdür. Dostlar bir-birlərinə məsləhət verə bilərlər, fikir verə bilərlər, amma qərarları ikisi də alırdı ortaq şəkildə. Çünki dostluq haqqında qocalar çox nağıl danışırdı. Xeyr, qoca sadəcə onlara ağacın yeri haqqında rəvayəti danışmışdı. Hər ikisi sehirli ağacdan eyni hədiyyəni almaq istəyirdi. Baxın, bu fikir doğrudur. İkisi də hədiyyə üçün getmişdi. Amma dostluq bizim üçün hər şeydən daha önəmlidirin. Hədiyyə ilə əlaqəsi yoxdur. Dostluq bizim üçün önəmlidir. Çünki onlar bir-birlərinə dəstək olaraq dostluğunu göstərmişlər. Hədiyyəyi almaq üçün yox. 20-ci sual. Aşağıdakılardan biri dostluğun sehirli macərası hekayəsinin abzaslarına yarımbaşlıq ola bilməz. Sehirli ağaca aparan dostluq səyahəti. Bunu deyə bilərik, çünki onsuz da ağaca getmişdilər. Qocaların danışdığı nağılların sehri, bəli, həqiqətən də ağacda məsələn sehir ola bilməz. Bu
sehirli bir nağıl hekayə sayılırdı. Bu da doğrudur. Dostluğun sınandığı anlar, bəli, onlar çətin yollardan keçərək dostluqlarını sınayırdılar. Təbiət canlıları ilə dostluq. Xeyr, mövzumuz təbiət deyil idi, mövzumuz dostluq idi. Və təbiətin canlıları ilə də onların ünsiyyəti olmur. Sadəcə ağacın yanına getmişlər. Ağacla danışmırdı. Sadəcə oyulmuş bir yazı var idi üzərində. Mətnin məzmununa əsasən doğru cavabları seçin. Meşədə yol çətinləşəndə uşaqlar nə edirdilər? Bir-birlərinə dəstək oldular, düzdürmü? Geri qayıtmadılar və ümidlərini itirmədilər. Yəni, ümidli şəkildə sona qədər yollarına davam etdilər. Qocalardan kömək də istəmədilər. Cavabımız A bəndidir. 22-dən 30-a qədər olan suallar isə elmi mətnə əsaslanır. Bizim, belə deyək, 4-cü sinifdə olan mətnimiz də eyni şəkildə robotlara əsaslanmışdı monitoring imtahanında və burada da yenə də robotlara əsaslanır. Mətnimizin adı fərqli zəkalardır. Zaman keçdikcə texnologiya çox inkişaf edib. Artıq robotlar fabriklərdə, xəstəxanalarda, hətta evlərimizdə belə istifadə olunur. Onlar müxtəlif işləri daha tez və dəqiq yerinə yetirə bilirlər. Amma robotlar insanlara oxşasalar da tam insan kimi deyirlər. Robotlar insanların işini yüngünləşdirmək üçün hazırlanır. Robotlar süni zəka ilə işləyir. Onlar proqramlar yazılır və nə etməli olduqları əvvəlcədən müəyyən edilir. Məsələn, bir robot təmizləmə işlərini proqramlaşdırılmış şəkildə yerinə yetirə bilər. Amma o, özü qərar verə və ya özü hiss edə bilməz. İnsanlar isə təbii zəka və duyğulara malikdir. İnsan düşünür, hiss edir, seçim edir və təcrübə qazanır. Məsələn, bir insan darıxanda kitab oxumağa qərar verə bilər. Amma robot belə hissləri anlamaz. İnsanın yaddaşı və öyrənmə bacarığı daha dərin və genişdir. Robotlar və insanlar arasındakı oxşarlıqlar da var. Hər ikisi müəyyən işləri yerinə yetirə bilir. Məsələn, hər ikisi riyazi hesablama edir və yaxud da əşyaları daşıya bilir. Lakin insanlar yaradıcılıq, duyğu və qərar vermə kimi sahələrdə robotlardan üstündülər. Gələcəkdə robotlar daha da inkişaf edə bilər. Lakin onlar insanın yerini tam tuta bilməzlər. Hazırda robotların uçan, danışan və hətta süpürən növləri də mövcuddur. İnsanlar sevgi, şəfqət, mərhəmət kimi hisslərlə yaşayır. Robotlar isə yalnız kod və proqramlarla idarə olunur. Baxaq görək 22-ci sualda nə deyir? Mətnin məzmununa əsasən aşağıdakılardan hansını söyləmək olar? Robotlar da insanlar kimi duyğulara və hisslərə malikdir. Xeyr, bizə bunu insandan fərqin olaraq göstərir ki, insanlarda hiss var, robotda yoxdur. Gələcəkdə insanlar tamamilə robotla əvəz ediləcək. Xeyr, bizə deyir ki, insanın yerini tuta bilməz. Robotlar insan kimi müstəqil qərar verə bilir və yaradıcıdırmı? Xeyr, bizə onun yenə də insandan fərqini göstərirdi. Robotlar insanlara kömək edə bilər, lakin insanın yerini tuta bilməz. Cavab D bəndidir. Mətnə əsasən robot haqqında yanlış fikri seçin. Robotlar proqramlarla işləyir və əvvəlcədən yazılmış tapşırıqları yerinə yetirə bilirlər. Bəli, mətndə bunu oxuduq, var idi. Robotlar hiss edə, sevə və qərar verə bilərlər. Xeyr, bu insana aiddir, robotlara aid deyil. Robotlar insanlara müxtəlif işlərdə kömək edə bilir. Bəli, yaranma səbəbi də budur. Hətta uçan, danışan, süpürən növləri də mövcuddur. 24-də deyir ki, robotlar haqqında hansı fikir yanlışdır? Robotlar kodlarla idarə olunur və tapşırıqları əvvəlcədən öyrədilmiş şəkildə yerinə yetirirlər. Bəli, robotlar, bu doğrudur. Robotlar insanlarla eyni şəkildə düşünür. Xeyr, eyni şəkildə necə düşünsün? Onda robot insanı əvəz edə bilər axı. Elə cavab B bəndidir. Robotlar texnologiyanın inkişafı ilə daha çox sahədə istifadə olunur. Bəli, çünki yeni növləri varsa, deməli bu onun istifadə sahəsinin də genişləndiyinin göstəricisidir. Robotlar insanların işini yüngünləşdirmək üçün də hazırlanır. Bunu da bayaq altından oxuyanda xətt çəkmişdim ki, 100% ki, lazımımız olacaq. Səbəb və nəticə sualları da çox vacibdir. Yəni, uşaqda oxuyub anlamanın əsas inkişaf etdiyini göstərən tiplərdən biri də elə səbəb-nəticədir. Yəni, uşaq başa düşürmü ki, oxuduğu hadisənin nəticəsi nədir və yaxud da bu nəticə hansı səbəbə əsaslanır? Nəticə robotların yaradılmasıdır. Mətndən yadımda qalan budur ki, robotlar nə üçün yaradılırdı? İnsanların işini asanlaşdırmaq üçün. İndi gəlin buna uyğun cavab seçək.
İnsanların köməyə və bəzi işlərin avtomatlaşdırılmasına ehtiyac var idi. Bəli, insanlara kömək olsun deyə yaranmışdı deyə cavabımız B bəndidir. Robotun istehsalı nəticəsində hansı hadisə baş verdi? İnsanlar artıq heç bir işi, xeyr, biz günü bu gün də işləyirik. Hər birimiz işləyirik böyüyüksə. Yəni deməli ki, robotlar hələ bizi tam işlərimizi görə bilmir. Robotlar hiss edə bildikləri üçün, xeyr, qərarı verən insan idi. Müxtəlif sahələrdə insanlar robotların köməyi ilə daha sürətli və dəqiq işləməyə başladılar. Bax, bunu cavab olaraq götürə bilərəm. Çünki insan köməyi ilə olur. Robotlar insanları tam əvəz etdilərmi? Xeyr, dediyim kimi hələ bu gün də əvəz edə bilməyiblər. Mətnin məzmununa əsasən yanlış fikri istəyir. Robotlar proqramlaşdırılmış əmrlərlə işləyir və hiss edə bilmirlər. Bu doğrudur. İnsanlar yaradıcı düşünür, qərar verir və hiss edə bilir. Doğrudur. Robotlar insanlara kömək edir və onların yerini tam tutur. Yerimizi tam tuta bilməz. Robotlar texnologiyanın inkişafı ilə daha çox sahədə istifadə olunur. Bu da doğrudur. Mətnə əsasən robot və insanın fərqləndirici məqsəd və xüsusiyyətləri ilə bağlı aşağıdakılardan hansı yanlışdır? Gəlin baxaq. Robotlar deyir, həm hissi də, həm də yaradıcı şəkildə qərar verə bilirlər. Elə səhvimiz bu idi, çünki düşünə bilən, hiss edə bilən insan idi, robot deyil idi. Dedik, biz darıxanda gedib kitab açıb oxuya bilərik, amma robot buna qərar verə bilməz. İnsanlar təbii zəka və duyğulara malikdirlər. Robotlar yalnız proqramlaşdırılmış tapşırığı yerinə yetirirlər və robotlar insan həyatını asanlaşdırma məqsədi ilə yaradılıb. Hər biri doğrudur. 29-cu sualda deyir ki, mətnə əsasən aşağıdakı nəticələrdən hansını çıxarmaq mümkün deyil. Robotlar müxtəlif sahələrdə insanlara yardımcı olaraq faydalı rol oynayır. Bu doğrudur. Gələcəkdə robotların daha da təkmilləşməsi ehtimal olunur. Əlbəttə, yəni ilk yarandığı dövrdən bu günə qədər təkmilləşibsə, deməli yenə də təkmilləşə bilər. Robotlar yaradıcı düşüncə və hisslərə sahib olduğu üçün insanlarla eyni səviyyədə deyil. Robot insandan aşağı səviyyə. İnsanın yaratdığı insandan üstün ola bilməz. Yəni biz onu yaratmışıqsa, əlbəttə o bizdən aşağıdır ki, biz onu yaratmışıq. Deməli ki, məsələn, adi bir uşaqdır, kiçik bir maket düzəldir. Maket gəlib onun yerinə məsələn həqiqi ev ola bilməz ki, çünki onun belə deyək də, onu uşaq yaradıb. Yəni adi böyük yaratdığı ilə uşağın yaratdığı arasında müəyyən bir fərq var və bu o səbəbdən də biz deyə bilmərik ki, insan yaratdığı insandan üstün sayıla bilər. Sonuncu Azərbaycan dili sualımıza baxırıq. Bizə deyir ki, 3-cü abzası hansı yarım başlıqla adlandırmaq olar? Gəlin görək, 3-cü abzasımız hansıdır? Abzaslar bilirsiniz də necə başlayır. Bu 1 idi, bitdi. Bu 2 idi, bitdi. Bu isə 3-cü abzasımızdır. İnsanlar isə təbii zəka və duyğulara malikdirlər. Baxın, insanların belə deyək də fərqindən danışır, genişdir, burada bitir. İnsanlardan danışır bizə ki, insanlarda hansı bacarıqlar var. Görək cavabımız nə olacaq? Robotların proqramlaşdırılması yoxdur. Robotların insanlar üzərində nəzarəti yoxdur. Heç robot insanlara nəzarət etmir. İnsan robot edir. Gələcəkdə texnologiyanın rolu sonuncu idi. Cavab B-dir. İnsanların təbii zəka və hisslərə sahib olmasıdır. Ümid edirik ki, vəsaitimizi bəyənirsiniz, sevərək işlədirsiniz və sizin də yoxlayandan sonra nəticələrinizi rəy bölməsində bizimlə bölüşə bilərsiniz. Vəsaiti əldə etmək üçün də kitabxanalara yaxınlaşa bilərsiniz və yaxud da 055 527 2599 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Növbəti izahlarda görüşənədək hələlik.